Eyleşin. Allah köməyiniz olsun. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salatu vesselamu ala Resulillahil emin. Habibina ve habibi ilahil alemine bil Qasimi Muhammed. واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين عليهم السلام. Allah'ın salam ve rahmeti olsun əziz bacılarıma ve kardeşlerime, cümə iştirakçılarına. Bu günləri cümə günüdür. Eyni zamanda silahlı qüvvələr günüdür və əza günlərinə, bütün bu əza günlərinə düşdüyü üçün də Allah Teala ölkəmizi, xalqımızı, millətimizi, dövlətimizi, cəmiyyətimizi, insanlığımızı qorusun. Bu cümənin bərəkətindən, feyzindən, rəhmət və nimətlərindən bizləri ayrı salmasın. Hər zaman olduğu kimi ilk öncə özümü və sonra sizləri ilahi təqvaya riayət eləməyə dəvət eləyirəm. Allahın əmrində möhkəm olaq. Allahın halalın halal, haramın özümüz üçün və gələcək nəslimiz üçün əbədi haram bilək. Bugün danışdığım xütbəm, yəqin qısa eləyəcəm. Neçə günlərdir biz sizlərlə bir yerdə bir araya gəlib əzadarlıq edirik. Bilirəm, hər kəs yorulub. Amma bu xütbəni cümə xütbəsi olaraq qeyd etmək istəyirəm. İnsan nə üçün və nəyin uğrunda yaşayır? Belə bir xütbə girişi vermək istəyirəm. İnsan nə üçün və nəyin uğrunda yaşayır? Düzdür, hər kəs müxtəlif cavablar verəcək. Amma mən qısa olaraq dediyim suala cavab vermək istəyirəm. Öz həqiqi dəyərini tanımaq üçün. İnsan dünyada nə üçün yaşayır və niyə yaşayır? İnsan həqiqi dəyərini tanımaq istəyir. Bəzən insan ola bilər ki, kifayət qədər yaş eləsin, 50 yaş, 60 yaş, həqiqi dəyərin, həqiqi kimliyin, həqiqi şəxsiyyətini tapa bilməsin. Əli əleyhissalam məşhur bir hədisdə eşitmisiniz. Özünü tanımayan Rəbbini tanımaz. Mən ərəfə nəfsəhu fəqəd ərəfə Rəbbəhu. İnsan birinci növbədə özünü tanımalıdır. Kimliyin bilməlidir. Həyatda niyə yaşayıb onu dərk eləməlidir. Və məqsədlər uğrunda çalışmaları bilməlidir. İnsan məqsədsiz yaşaya bilməz. Mümkün deyil insan məqsədsiz yaşasın. Əgər məqsədsiz yaşasa, proqramsız həyatda yaşayacaq və günlərini də itirəcək. Əxlaq alimlərindən biri deyir ki, insanın ən pis günü hansı gündür? Deyir, o gündür ki, insan günlərini itirir. Vay o günə ki, insan günlərini itirir. Günlərini itirəndə saatlarını itirəcək, dəqiqələrini itirəcək, saniyələri və məhv oldu, getdi. Adam var, görürsən, hər gün durur, ayın bir neçəsidir. Ayın bir neçəsidir. Deməli, sən özünü düşün, ayı düşünmə. Artıq ay gedir, özünü düşün, bu sualları niyə verirsən? Və bəzən insan sadəcə bədən hesab etdiyi, bu bədənimizi bədən hesab etdiyimiz bəlli olmalıdır ki, bu dünya üçün yaşayır. Əgər biz bu həyatda bu bədənimizi, vizual görüntünü bədən olaraq hiss ediriksə, deməli biz dünya üçün yaşayırıq. Amma anlayanda ki, onun daxilində əbədi bir ruh var, onda həyatın istiqaməti dəyişəcək. Yəqin fikrimi anlada bildim. Bugün bir çox insanlar öz qiymətini nədə görür? Maddiyatda. Bugün öz qiymətini evdə, maşında, vəzifədə ölçür. Halbuki bunlar hamısı həyatda yaşamaq üçün insanın malik olduğu
bir şeydir. İnsan malik olur, yəni bu əldə eləyir bunları. Amma bu vəzifə, ev, şan, şöhrət, maddiyyat, bunlar insanın malik olduqlarıdır. Amma insanın özü deyil. İnsanın özü deyil ki. Bir gün anlayacaq ki, biz bunu hər zaman xütbələrimizdə qeyd edirik, bir gün anlayacaq ki, bu dediyimiz mal, mülk, ev, eşik əlimizdən çıxacaq. O zaman geriyə nə qalacaq? Geridə qalan bir şey iman olacaq, salih əməl olacaq, Allahla olan rabitə olacaq. Yəni, nə qazanmışıqsa, bunlar bizim maddiyyatımızdır. Mən demirəm və İslam da bunun heç vaxt əleyhinə çıxmır. İnsan deyir ki, yaşamalıdır, çalışmalıdır. Amma insan vəzifə üçün məqsəd bu pul qazanmaq deyil. Məqsəd insanın gələcək həyatda öləndən də sonra nələrin əldə edəcəyi önəmlidir. Bir cümlədir ki, elə bir xütbət elə bilən bu cümlənin ətrafındadır. Çünki biz bu günləri, dünənləri Aşuranı yaşadıq. Bütün dünya müsəlmanları Aşura etdilər. Aşuranın fəlsəfəsini zaman-zaman biz anladmışıq. Amma bugün də deyirəm, bu xütbədən insan nə üçün yaşayır və nə uğrunda yaşayır, Kərbaladan alacaq bugün dərslərimiz var. Dünən Aşura idi qeyd etdiyim kimi. Dünən Aşurada, Kərbalada neçə il bundan öncə bizim deməli qarşımızda iki orada şəxsiyyət durur. Daha doğrusu insanlar durur. Aşura günündə 2 dənə dəstə var idi. Hamısı da nəfəs alırdı. Hamısı da canlı idi, yaşayırdı. Amma biri məqsədi üçün yaşayırdı. Bir dəstəsi isə mənfəət üçün yaşayırdı. İmam Hüseyin əleyhissalamın vuruşması, haqq və ədalət yolunda şəhadətə yetməsi məqsədli idi. Məqsəd bilirdi ki, mən niyə şəhadət anlayışındayam, mən Kərbəlaya niyə gəlmişəm və bunu anlayırdı. Amma digərlərin məqsədi bu idi ki, Kərbalada gəlsinlər, vuruşsunlar, qarət eləsinlər, qənimət əldə toplasınlar. Bir tərəfin dəstəsi sayca çox az idi, digərinin minlərlə 30 min hətta yazırlar ki, digər tərəfdə qoşun var idi. Tarix göstərdi ki, say çoxluğu həmişə haqq demək deyil. Bugün İmam Hüseyin əleyhissalam qəlblərdə yaşayır. Niyə? Çünki Allah üçün yaşayan həyat ölümlə bitmir. Əgər bir şəxs Allah üçün yaşayırsa, o ölümlə bitməyəcək. Necə Quranda Allah şəhadətlə bağlı ayədə buyurur ki, şəhidlərlə bağlı وَلَا تَقُولُ لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللّٰهِ Allah yolunda öldürülmüş insanlara ölü demeyin. Bəlkə də onlar diridilər, anlamırsınız. Digər ayədə buyurur ki, وَهُمْ يُرْزَقُونَ Onlar Allah Teala tərəfindən ruziləniblər. Deməli, insan cisim ölür, ruh əbədi qalır. Bizim həyatda ən böyük mənfəətimiz ruhumuzun yaşamasıdır. Bu çox önəmli nöqtədir, çox önəmli faktordur. Yəni, insan bunu anlamalıdır. Amma sonda, əgər biz dünyanı düşünürüksə, onu da anlasın dünyapərəstlər ki, qəbrə nə maşınla, nə vəzifə ilə, nə şöhrətlə girməyəcəyik. Heç kim deyə bilməz ki, yığdığım var dövlətin qəbrə apardı. Mümkün deyil. Oraya yalnız namaz girəcək. Allah üçün tökdüyü namazlarda və Əhl-i Beyt yolunda tökdüyü göz yaşları girəcək. Səmimi qəlb girəcək. Buna görə də insanın ən böyük sualı budur. Nə qədər yaşadım yox, nə üçün yaşayıram? Fərqi yoxdur, insan ola bilər 70 il yaşasın, amma hansı məqsədlər uğrunda yaşadın, nə etdin? Əgər cavabın Allah üçün yaşadımsa, ölümdə sənin üçün heç zaman qorxu olmayacaq. Allah üçün yaşadım. Mömin üçün ölüm ayrılıq deyil, sevdiyi Rəbbinə qovuşmaqdır. Kim ölümdən qorxar?
O kəslər ölümdən qorxar ki, onlar həqiqətən dünyada etdiyi əməllərinə görə narahatdırlar. Mən öləndən sonra görəsən mənim aqibətim necə olacaq? Hətta müəyyən mən kitablarda oxumuşam ki, deyir ki, insanlar həyatda nə qədər günah eləyir, ev yıxır, başqasını bədbəxt eləyirsə, o yaşdaşdığı dövrdə və yaxud can verdiyi ərəfələrdə bir an o lent onun gözünün qabağında gəlir. Kəşki mən bunları eləməydim, məndən sonra mənim balalarımın başına nələr gələcək? Yəni, insan bunları anlamalıdır. İnsan bunları dərk eləməlidir. Ona görə Quran-ı Kərimdə Fəcr surəsinin 27-ci, 28-ci ayəsi mənim bu danışdığım xütbənin, mən deyərdim, yekunudur. Bismillahirrahmanirrahim. Ya əyyətuhən nəfsul mutmainnə irci' ilə rabbika radiyətən mərdiyyə. Bu ayə insanın, mən deyərdim, talihinin sonluğu və müqəddəratın həllidir. Ey aram tapmış nəfs, Rəbbinə dön, sən ondan razı qalacaqsan, o da səndən razı qalacaq. Deməli, insan həyatda rahat yaşayacaqsa, rahat da öləcək. Və öləndən də sonra onun üçün sorğu-sual çox yüngül olacaq. Məhz Kərbalada 14 əsr bundan öncə İmam Hüseyin əleyhissalam insanlığı yaşatdı. Ne üçün yaşayış anlayışını bizə öyrətdi? Çünki o da Qur'anla babasından öyrənmişdi. Və bugün də Quran bizə deyir ki, insanın çox yaşaması, uzun yaşaması o qədər önəmli deyil. Mənalı yaşaması önəmlidir. Ona görə Allah bizim aqibətimizi, axirətimizi xeyirli və bərəkətli etsin. Gələcək günlərimizi xeyirli eləsin. İşlərimizdə uğurlar nəsib etsin. Bu günləri qeyd etdiyimiz kimi xütbəmizin əvvəlində bugün silahlı qüvvələrin günüdür. Allah Teala ordumuzu, əskərlərimizi, zabitlərimizi, xidmət edən insanlarımızı qorusun. Allah Teala ordumuzu günü-gündən çoxaltsın və gücləndirsin. Allah Teala bayrağımızı dünya bayraqlarının içində Əhl-i-Beyt bayrağı ilə uca eləsin. Allah düşmənlərə, zalimlara, alçaqlara, şərəfsizlərə fürsət verməsin. Allah bizi alçaqların əllərində dəstigir etməsin. Allah Kərbala yolunda və haqq yolunda, ədalət yolunda neçə günlərdir igidlər, minlərlə insanlar bizlərlə gəldilər, ehsan verdilər, sinə vurdular, əzadarlıqda iştirak elədilər. Allah o əməlləri bizdən qəbul etsin. Və bundan sonra da imamın 40-ına qədər hər bir əzadarlıqda iştirak edən insanlara Allah yar və yardımcı olsun. Allah dünya müsəlmanlarını qorusun, birliyimizi, bərabərliyimizi qorusun, şəhidlərimizin ruhlarını şad eləsin, xəstələrimizə şəfa versin, qazilərimizə, yaralılarımıza və müalicəsi, ümidlər kəsilib, elə bir müalicə var ki, o sondur, həkim deyir də mənni deyil, ümid Allaha qalıb, Allah o insanlara da yar və yardımcı olsun. Allah Teala Quran-ı Kərim xatirinə neçə günlərdə bizlərdən dua istədilər. Analar, bacılar, dostlarımız, əzizlərimiz və bizim də niyyətli olan bacılarımız var. Onların da inşallah şəfa izni ilə Allahdan sağ-salamat olmaları üçün Muhammed, Ali Muhammedə öz ölənlərimizdən bir yerdə salavat. Allah.